İnsan sevdiyini itirmir. Sadəcə onu gözlə görünməyən bir dünyaya yola salır. Bu, seçilmiş bir adamın və bu adamın əksini gözlərindəki sonsuz dərinlikdə saxlayan bir qadının hekayəsidir. Əkrəmlə Gülşənin hekayəsi. Elə bil Əkrəmlə yenidən böyüdüm, yenidən öyrəndim. 12 yaşında qaldığım atasızlığı Əkrəmlə tamamladım. Bir günlərin biz üz-üzə gələcəyik. Mənim ona suallarım çoxdur. Səssizlik bəzən ən güclü cavabdır, ən böyük sevgidir. Əkrəm Şadmanov bir evin içində adı çəkilmədən yaşayan bir həqiqətdir. Seçilən bir adamın, vətən olan bir eşqin həqiqəti. Mənim vətən sevgilim. Mayın 8-i, saat 16-da Mədəniyyət kanalında.